Bayramınız xeyir olsun, bayramınız mübarək olsun. Bugün Mərdəkandan sizlər üçün Mərdəkanda möhtəşəm bir villa ilə qarşınızdayım. 2 milyonluq evə dəyər. Sözün əsl mənasında təbii ki, qiyməti milyondan aşağıdır. Sonda deyəcəm, 7,2 sotun içində Mərdəkanda Dalğa Arena yolu var. Yeni Qoşaqala restoranı var. Rüfət Aynur daşınmaz əmlak var. Onun qarşısında olan Rahat Marketin arxasında 300 metrlik məsafədə yerləşən bu bağ evinin təqdimatına gəlmişəm. Sol tərəfdə 3-4 maşınlıq yeri, yanında sanitar qovşağı, sanitar deyirdim. Orada elektrik maşınınız varsa əgər, bu evdə o da nəzərə alınıb. Onun üçün də yer var. Təbii ki, burada da kifayət qədər, istənilən qədər maşın saxlaya bilərsiniz. Bu arada yaşıllığı möhtəşəmdir. Burada gözəl bir zeytun ağacı var, evkalipt var. Yaşıllığa söz ola bilməz. Mən çox bəyəndim. Əgər siz də bəyəndinizsə, like'larınızı gözləyirəm. Bilirsiniz, bizi hər bir ev təəccübləndirə bilmir, amma bəzən də biz də təəccüblənə bilirik. Gəlin buradan başlayaq. Sağda evin söhbətgahıdır və böyük bir mətbəxi var. Bütün avadanlıqları qoyulub, hazırdır. Maşallah, gözəl bir cam balkonu var. Ya Allah! Burada gördüğünüz kimi qab yuyanı, sobası, televizoru, hazır xaladelniki. Əla! Buradan da çıxmaq mümkündür. Təbii ki, oradan çıxmayacağım. Bu evin ən üstün cəhətlərindən biri nədir? Onu da sizlər üçün göstərim. Gördüyünüz o baş tərəfdə olan yataq otaqlarıdır. 1 yataq otağı, 2 yataq otağı, 3 yataq otağı, bir dənə də yataq otağı evin içindədir. Hər 3 yataq otağından həyətə çıxmaq olur. Burada da 12 tonluq su ambarı var. Lejankaları qoyulub hazırdır. Yanında da hovuzun filtr sistemi yığılıb. Hovuz demişkən, hovuzun uzunluğunu sizlərə qeyd eləmək istəyirəm. Gəl. Hovuzun gözəlliyini göstərəcəm sənə. Daşma tipli hovuzu var. Bir dənə buna baxın özünüz. 17 metr uzunluğunda, 5 metr enində istiməlidir, bəli. İstiməli, bax, belə bir gözəl bir hovuzu var. Bu tərəfdə zalı, burada əsas evin mətbəxi, burada gözəl bir barbeküsü qoyulub. Buradan da təbii ki, çıxmaq mümkündür. Terasa getmək mümkündür. Gəlin də keçək evin içinə. Evin içində sizlərə göstərmək istəyirəm. Nə qəşəng ağacdır, ona bax. Gülə bax. Birinci gələndə elə bilim Yasəməndir, ona oxşatdım. Gözəl. Əllərimizə sağlıq. Bu arada ustalarımızın da əllərinə sağlıq. Hər zaman onları yaddan çıxartmayaq. Bu gözəlliyi bizlər üçün onlar yaradıblar. Bir dənə şey demək istəyirəm. Hal-hazırda hava qaranlıqdır, amma evdə səhər havası var. Maşallah, bu qədər işıq olar. Cəmali olsaydı deyərdi ki, bu evin işıq pulunu kim verəcək? Ya Allah! Burada deyirlər, bu tavanı kim düzəldib? Maşallah, 5 metr hündürlüyündə bir tavandır. Evin həqiqətən də içi qədər, çölü qədər daha doğrusu, içi də möhtəşəmdir. Gəlin buna bir yerdə şahid olaq. Bilmirəm videoda nə qədər düşür, amma gəlib bunu reallıqda görmək lazımdır. Öz gözünüzlə görmək lazımdır. Mən 15 il işləyirəm, hələ belə bir gözəllik görməmişəm. O gördüklərim də var, lap bahadır. Yəni onlar bir 10-15 milyondur. Amma bu summaya, bu qiymətə belə bir ev görməmişəm. Çox gözəldir. Əllərinə sağlıq hər kəsin. Hər kimə nəsib olacaqsa, Allah xeyirlisin, uğurlusun eləsin. Allah olmayanlara nəsib eləsin. Mətbəxin gözəlliyinə bax. Maşallah, maşallah. 30 kvadratlıq bir mətbəxdir. Tam mətbəx mebeli yığılıb. Tam çək. Burada domofon da var. Bu arada mətbəx avadanlıqları hamısı qoyulub, hazırdır. Xaladelnik olsun, soba, mikrovolnovka, mətbəxdən çıxışımız var. Bax, hər iki tərəfdən çıxışımız var.
İki qapısı var mətbəxin. Biri buradan, biri o tərəfdən gördünüz. Burada qabıyanı da qoyulub. Səhv eləmirəmsə, həyətdə də qabıyanı qoyulmuşdu. Hər ikisi hazırdır. Orada da xaladinlik hazırdır. Ya Allah. Gəl, davam eləyirik. 3 dənə qapı keçirik. Birinci qapı, ikinci qapı, bu da üçüncü qapı. Səbəb nədir? Bura isti döşəmədir. Çamaşırxanası, kamera sistemi, 6 dənə kamerası tam hazırdır, Wi-Fi-ı. Ümumiyyətlə, yüngül 1-2 dənə detallı işlər qalıb, onlar da yekunlaşacaq. Sadəcə olaraq biz hər zamanki kimi səbirsiz olduq, gəldik çəkməyə. Bura isti döşəmə deyil. Burada da gördüyünüz kimi yığa bilərsiniz şkaflarınızı, kompot, nə bilim artıq əşyalar. Yaxşı düşünülüb. Ev adamın ürəyini açır. Bu arada tavanın hündürlüyü 4 metrdir. Ha, zaldan da çıxışı göstərim. Kameramız deyir ki, zaldan da çıxışımızı göstər. Zaldan da çıxışı var. Gördüyünüz kimi bu arada bunlar hamısı alüminiumdur. Yəni plastik deyil. Onu da qeyd eləmiş olum. Açdım. Döşəyə vurdum, açdı. Gəl. Koridorda bir dənə, bax bu dediyim detalların içində, çatışmayan detalların içində bu koridor yığılacaq. Dolabı, qardırobu. O yekunlaşmayıb. Sonra sual verəcəksiniz ki, bəs evə girdik, bunun dolabı haradadır? Paltarımızı hara qoyaq? Sonra sual verəcəksiniz ki, bəs Arifət gəldi evə almağa, bu evə girdik, paltarımızı harada asaq? Yəni o orada olacaq. Burada tam əşyalı kravatı var, şkafı var. 30 kvadratlıq bir yataq otağıdır. Bir dənə burada televizor yoxdur, gözümə çatmadı, dəymədi daha doğrusu. Burada özünün hamamı, çox səliqəli, gözəl. Gözələ gözəl deyərlər də. Like qoymuşsunuz. Elə dilxor oluram, elə dilxor oluram. Gəl. Bax, hovuz. Bu evi almamaq olar. Vallahi günahdır bunu almamaq. Pulum olsa gecə ilə özüm alaram. Güzgüyə bax. Yaşıllığı. Bu təbiidir. Hə, təbiidir. Nə qəşəng hamamda o. Çox qəşəngdir. Xoşuma gəldi. Bu koridorun gözəlliyinə bax. Ümumiyyətlə bu evdə detal o qədər çoxdur ki, adama xoş gələn, həm həyətdə olsun, həm evin içində olsun. Buna bax, bu gözəlliyə bax. O bizim işığı söndürüb yandıran orada bir dostumuz vardı. Bir dənə zəhmət olmasa bu işıqları bir dənə söndür. Bu gözəlliyə baxın. Bax, bunlar detaldır. Bu yuxarıda yanan işıqlar olsun, bu sonra bu yaşıllıqlarda yanan işıqlar olsun. Əla. Yandır işığı, yandır. Davam eləyək. Allah hər birinizin evində həmişə işıqları yandırsın. Çılçırağınız həmişə yanlı olsun. Necə gözəl evdir. Maşallah, maşallah, maşallah yazaq. Gözəlliyə bax. Mənim ən çox bu otaq xoşuma gəldi. Bu otağın rəng tonudur. Ən sevdiyim rəng budur. Çox qəşəng. Kondisioner hazır, lüstrü maşallah. Qəşəng. Zövqlə seçilib. Əllərinizə sağlıq. Hər kim düzəldibsə, əllərinizə sağlıq. Super. Bu arada yataq otaqlarına 2 dənə qapı var. Buradan da hovuza çıxmaq mümkündür. Buradan da həyətin qarşı tərəfinə və hovuza çıxmaq mümkündür. Çıxan kimi bax, gözəlliyə. Adamın ruhu dincəlir. Belə deyək, boş divar deyil. Hətta işıqlandırmasına kimi düşünüblər onu. Bu işıqlar da qəşəngdir. Qəşəng şəkildə. Rəng tonu qəşəngdir. Ağa tam yaraşıb. Bu arada evin tavanının hündürlüyü 4 metrdir. Qapıların hündürlüyü 2.45'dir. Bunu da qeyd eləmiş olum. Heç bir yerdə kərpisdən istifadə olunmayıb. Ümumiyyətlə Mərdəkanda
Ümumiyyətlə demək olar Azərbaycanda çox evlərdə kərpicdən istifadə olunmur. Bu da bir yataq otağıdır, onun sanitar qovşağıdır. Əla. Maşallah. Geniş bir yataq otağı. Özünün yenə də qardırobu, kondisioneri, televizoru. Siz bir dənə şəxsi əşyalarınızı götürüb gəlirsiniz. Все, artıq bir şey lazım deyil. O da qəşəng şəkildir. Əla. Bilmirəm videoda nə qədər düşür, amma çox qəşəng, gözü yormayan bir rəng tonu var. Mənzərəyə bax. Hər gün burada oyandığını düşün. Maşallah. Gəl. Bir dənə yataq otağı qalıb. Gəl gedək onu da çəkək. Yadımdan çıxıb, oradan bura gəldik. Yataq otağın bölümündən keçmişik. Gəl. Bu yataq otağı yaddan çıxıb. Bu boyda yataq otağını qoyub çıxıb getmişik. Evin 4-cü və sonuncu yataq otağıdır. Özünün sanitar qovşağı. Və yenə də kravat dəsti, televizoru, kondisioneri və burada da dolabı və ən əsası da bu yataq otağından da həyata çıxmaq olur və bu gözəlliyi hər gün səhər oyananda görə bilərsiniz. Əla, gəl gedək sağollaşaq. Gəldik bir videomuzun daha sonuna. Gözəl müştərilərim, yenidən qeyd edeyim ki, evimiz Mərdəkanda yerləşir. Dalğa Arena yolunun üzərindədir. Əsas yoldan 300 metrlik məsafədədir. Elit küçələrin birindədir. Gəlirik ən vacib məsələyə, dövlət sirrinə. İlk öncə Allah hər birinizə bundan daha yaxşı, daha gözəl evlər nəsib eləsin deyirəm. Bayramınız mübarək olsun. Evinizin işıqları həmişə yanılı olsun. Keçək qiymətinə 885.000 manatdır bu evin qiyməti. Təbii ki, hər zaman söz verdiyim kimi real alıcılarıma endirim olunacaq. Hələlik özünüzdən müğayət olun. Görüşmək ümidi ilə.